Allah təala deyirəm, qazan qafaqsız, kişi papaqsız olmasın. Allah heç bir yurdu arvadsız eləməsin. Arvad olmayan evin elə bir şirayəti mən əhd eləmişəm. Ölüb gedəsi olsam özümlə aparacağım. Arvad aparasın. Arvad aparmam. Niye koymursan yaşasın? Yok, mən öləndən sonra da o nə yaşasın? Elə belə Allah bir imkan olub o mən aparmasın. Buna razıyam. İraq, Allah ömür versin. Geldi sakladınız 100 yaşı, hə? Nahide Hanım'ın 100 yaşı var. Sizin de hardası bir 102 yaşınız var da. Nahide Hanım 100 yaşında dünyasını değişse, istemirsen gedəsən Nahide Hanım'ına. Yo, 2 yaşımı götürüb verərəm buna. Vallahi ona tərin nə danışsam. Qaynanamı kəsərəm bununla ötərim. Qaynanamı qurban verirəm o yolda ki, nə dəyməsinlər. Çox baməzə, hər bir vəziyyətə baməzə yanaşmağı var da. Nətər sözünə söz çatdırırsa, deyir dinməyə, deyir gecə dilimi çəkib çıxardar. Yox, çıxartmıram. Bunu gətirəndə biz zulümlər çəkmişəm mən. Neçə dənə maşın dəyişmişəm, nətəri. O vaxtda maşın biraz kasadı idi. Yoldan bir zaporocu tutmuşdum. Buna çatmağı, bu da suya gəlirdi. Suya buna çatmağı bir 5 metr qalmış. Zalim oldu, torumuzu yoxuymuş. Hadi sağla kız budu, sağla. Bu qapını açmışdım, düz kanalın içine qalmışdı. Bu qaldı. İkinci gün bir de. Birinciden de kaçırlanmadın. Hadi maşın gelip kanala təpəsindən düşür. O zaporocu da elə durur o kanalda. Hiç çıxaran olmaz. Özümüz ondan kaçırttık. Çünkü paya yava alıp gelmişler, öldürecekler. Kendi adamları payayla yabayla. Bak çalgı, derya, zaten neler gelmiyordu. Öyle 37. ilin müharibəsidir. O günkü qaynana belini alıp çıxarım maşını zaten. Kanaldan. Kanaldan belini alıp çıxıbdı. Ama geldi.